Hazreti Məsumə salamullahi aleyhanın doğum günüdür. İmam Zaman salamullahi aleyhə bu mübarək viladəti təbrik ərz edirik. Ha belə siz əziz möminlərə, bacılara və qardaşlara. Allah inşallah o Həzrətin bərəkətin ki İran ölkəsində İmam Rıza salamullahi aleyhdən sonra ən əla bərəkətdir Allah inayət eləyib, ondan hamımızı bəhrələndirsin inşallah. Dünyada ziyarətindən və axirət evində də ehtiyac zamanımızda, hacət zamanımızda da özür ki əziz qardaşım Ay Cəmal ziyarətindən buyurdular, eşfə'i li fil cənnə inşallah. Şəfaəti səbəb olsun ki biz də onların yanında cənnət əhli olaq inşallah. Allah Teala insanı ki yaraldıb, buyurur cəəlnəkum enna xələqnəkum min zəkərin və unsa və cəəlnəkum şuuban və qəbailə litəarəfu innə əkrəməkum indəllah ətqakum. Allah Teala insanı belə iradə eləyib ki, bir kişidən, bir qadından yaraldıb ki, bu nəsl davam tapsın. Ayədə də ki, buna işarə eləyir ki, buyurur sizi qadından kişi, yəni iki tayfa yaratmışıq, kişi tayfası, qadın tayfası və müxtəlif hissələrə bölmüşük, qəbilə, tayfa, bunun famili, qovm əqrəbası, o kətdir, bu kətdir, o şəhər, bu şəhərli. Allah buyurur, bunları özümüz belə yaratmışıq. Bu ondan ötürüdür ki, tanınasız da, hamı eyni olsaydı bilinməzdi ki, bu filan Həsəndi, Hüseyndir. Adam qatardı, qatışdırardı. Birinin dili fərqlidir, birinin qiyafəsi, üzü fərqlidir o birisindən, dəyişiklik. Ondan ötürüdür ki, tarəfu, insanlar bir-birinə seçilsinlər. Amma o ki, üstün eləyəcək sizləri, ennə əkrəməkum, indallahi ətqakum. Kişidən, qadından yaratmışıq, ayrılmışız, onlar qadındır, bunlar kişidir. O nəm Azərbaycanlıdır, bu İranlıdır, o nəm Ərəbdir, bu Əcəmdir. Amma istəsəz bunlardan seçəsiz, o üstünün seçəsiz. İnnə əkrəməkum indallahi ətqakum. Da bu əkrəm olmaqlıqda ki, üstün olsun, onda qadın kişi fərqi yoxdur. Odur ki, Həzrət Zəhra salamullahi aleyha, əyimmə salamullahi aleyhimdən nəql olub ki, buyurublar ki, nəhnu hocacullah. İmamlardan büyükler. Biz Allah'ın hüccətləri yox sizə. Yəni hamıdan üstünük. Və ummuna Fatimə hüccətun aleyna. Anamız Fatimə bizə hüccətdir. Yəni qadın bir yerə çatar ki, onun imamlara hüccət olar. Yəni imamlara üstün olar da. Mənası budur. Və elə bu ondan çıxır ki, bir dənə fəzilət Həzrət Zəhra salamullahi aleyhadan bəyan eləyəndə buyurublar ki, Peyğəmbər Əkrəm sallallahu aleyh buyurdu ki, əgər Əli olmasaydı, heç kəs insan balaları, adam balaları, heç birindən bir şəxsin qabiliyyəti yoxdur Zəhra ilə ailə qura. Niyə? Çünki Zəhra ona üstündür, onlar üstündür da. Bəs görün qadın hara çatar. Ayədə buyurur, Allah yanında o mizan ki ayırsın sizi təqvadır. Qadın olsanız da, təqvaz olsa ora çatasız, kişi olsanız da ora çatasız. Bəzi vaxt görürsən, qadın gəldi, getdi, çox yuxarıya getdi, çatdı. Odur ki, Həzrəti Məryəm salamullahi aleyhanın tərifində Quranda buyurur ki, innəlləhə istəfəki. Məryəm, Allah səni seçibdir. Və dahhərəki, paça çıxadıb, yenə təkidinə buyurur, vəstəfəki ələ nisa'il aləmin. Aləmin qadınlarına sənə üstün eləyibdir. Və niyə? Çünki sənə təhərə ki, pak eləyib. Paçlıqdan üstün olub. Bundan bu çıxır ki, qadınlarda da üstünlük o paçlıqdandır. Bəşriyin zahiri belədir, gözəllidir, qiyafəsi belədir. Bunlar üstünlük deyirlər. Üstünlük əlaməti ayə buyurur, Məryəmi istəfəki və təhərəki. Pak elədi və istəfəki ələ nisa'il aləmin. Qadından namusuna üstün elədi. Burada da yadıma düşdü Həzrət Əmir salamullahi aleyhin
Səsə soruşurdu Həzrət Əmirdən ki, sən üstünsən, ya Adəm üstündür, sən üstünsən, Nuh üstündür, sən üstünsən, Musa, sən üstünsən, İsa. Səsə Həzrətin yaxın sahabəsi idi. Həzrət də zərbə görmüşdü. O Ramazan ayında 20-ci gün zərbə görmüşdü Həzrət. Belə suallar verirdi. Həzrət İmam Ali sallallahu aleyhi əvvəldə buyurdu ki, təzkiyyətul mər'i li nəfsihi qəbih. Adam özün özgələrə tərif eləyə, tanıtdıra, bu yaxşı işdə. Adam özündən tərif elə, mən bilmirəm. Amma soruşdun deyirəm, o sözlərindən biri budur ki, Həzrət Əmin sallallahu aleyhi buyurdu ki, o soruşanda ki, sən üstünsən, Həzrət İsa, Həzrət buyurdu ki, İsa'nın anası, ondakı hiss elədi, elə bir doğum ağrıları var. Allah tərəfindən nida gəldi ki, ox Beytül Müqəddəsdə idi, məsciddə idi, oxruc, çıx eşiyə. Bura Beytül İbadə, la Beytül Viladə. Bura ibadət evidir, bura viladət evi deyil. Sən doğum ağrısı tutub deyə, Həzrət Məryəmə xitab gəldi, oxruc, çıx Beytül Müqəddəsdən eşiyə. Bura doğum yeri deyil, bura ibadət yeri. Amma mənim anam, Əli əleyhissalam buyurur, mənim anam gəldi durdu Kəbənin yanında, dua münacat elədi, Allah bu viladəti mənə asan elə, Kəbənin Allahın beyti duvarı cırıldı, varid oldu beytin içində, məni vücuda gəldi. Məryəm ki, Allah Teala Quranda bir istifa o ki, səni üstün eləyib, Həzrət Əli buyurur ki, Məryəm hara, mənim anam hara. Məryəmə nida gəldi ki, oxruc, çıx oradan, get eşiyə, viladət yeri deyil, bura məsciddir. Amma mənim anam gəldi, Allahın beytinin yanında dayandı, Allahın beytinin duvarı açıldı, o getdi orada məni vücuda gəldi, 3 gündə qaldı beytidə. Xülasə qadın çatar da, yəni bu kəramətdə, Allahın kəramətində qadın kişilik fərqi yoxdur. Hər kəs ki təqva əhli oldu, təharət tapdı, o üstün olacaqdır. Oradan bir də Kərimi Əhl-i Beyt, Həzrət Məsumə salamullahi aleyha. Həzrət Məsumiyə ki, məsumə deyiblər, məsum ləfzini özünüz bilirsiniz də, 14 məsum. Yəni tanısınız məsum kimə deyirlər. Məsum yəni o şəxsi ki, günahdan və hətta xətadan uzaqdır. Bəzi etiqadlarımızda odur ki, hətta xəta da eləməz. Xülasə, azı budur ki, günah, məkruh, bunlar məsumda olmaz. Ona görə buyurublar ki, məsumun fəqət danışığı hüccət deyil, hərəkətləri də hüccətdir. Yəni birdən gördüm, bir dənə məsum bir iş gördü, 100% bül o, nə günahdır, nə məkruhdur. O iş, üçün məsum gördü o işi. Yəni o hərəkətləri də elə düzlüğü göstərir. Elə bir Allah tərəfindən bir nəfər yaraldıb ki, bizə bir simbol olsun, ona baxaq, nə tərdi elə. Ona görə məsumun hərəkətləri də bizə hüccətdir. Məsum ona deyirlər. İndi Həzrət Məsuməyə buyurublar məsumə. Adı ki Məsumədir, adı Fatimədir. Həzrət İmam Musa Cəfərin neçə qızların, çoxlarının adı Fatimə idi. 3-4 dənə Həzrət Musa Cəfərin qızlarında Fatimə var idi. Bu Həzrətə, bu Həzrət Fatiməyə, Məsuməyə buyurublar məsumə. Məsumə də mən deməmişəm ha, İmam Rıza sallallahu aleyhi buyurub. Yəni məsum imam bu sözü buyurub, bu sifəti məsum imam verib. Ki Həzrət İmam Rıza buyurdu ki, hər kəs bacım məsuməni ziyarət eləsə, elə bir məni ziyarət eləyib. Məsuma sözü demaqlıq imam məsumdan görür, o hardadır, Həzrət Məsumə hardadır ki, məsum imam ona deyir məsum. Əlbəttə istilahda məsum deyil, istilahda 14 məsumdur. Amma bunlara deyirlər, ürf-i mənəviyyət əhlində deyirlər, talitil və məsum. Məsum deyirlər, amma məsumun elə bir eynidirlər. Taliyəli, məsum ara getdi, onun arxasından. Həzrət Zeynəb salamullahi aleyhi cürdü də. Yəni, talitel və məsumdular. Eyni məsumun arxasından elə düppədüz gediblər, yapışıblar, məsumva gediblər. Məsumdan biraz o yan bir yana çıxmayıblər. Bəzilər imamzadalar büzürdülər. Məsələn, Həzrət Məsumən özünə ziyarəti İmam Məsumdan gəlibdir. İmamzadaların çox azı var ki, onların ziyarətnaməsi məsurdur. Yəni İmam-ı Məsum o ziyarəti bizə deyib oxuyun. Həzrət Məsumən ziyarəti özürdür. Bəzi imamzadalar da büzürdür. Yəni bəzi imamzadalar çox böyükdülər.
Əlbəttə imamzadalar elə hər yerdə bərəkətlidirlər. Bayaq üstə bir Ayətullah Cavadi Amili'dən bir nöqtə nəql elədim. Üstə qadınlar və qardaşlar bəhsi var idi. Ayətullah Cavadi Amili ki o böyük filosofdur, o müfəssir Quran, böyük alim. O buyururdu ki, Qumda biz bəzi ağır elmi kitabları bir dəfə oxuyanda düşünərik, başqa şəhərlərdə 3-4 dəfə oxuyarıq düşünərik. Elə həman alimdir, həman şəxsidir. Həman şəxsidir də Ayətullah Cavadi Amili. Deyə Qumda oxuyanda o ağır elmi bir dəfə oxuyanda başa düşərik. Başqa yerlərdə 3-4 dəfə oxuyarıq. Özü buyururdu ki, bu Qumda bu imamzadaların ki nəfəsi burada var. Həzrət Məsumə başda o biz imamzadalar. Doludur da imamzadalar. Onların mənəvi nəfəs bərəkətidir, ruhlarının əsəridir. Hər halda bu İsmət məqamı ki, Həzrət Məsumiyyə də Məsumə xitab olunubdur, İmam Məsum, İmam Rızanın lisanında və dilində çox böyük bir məqamdır. Bunlar o mənəvi məqamlardır ki, eşitmişik, amma bəzi mənəvi əsərlər var, adam onları gözü ilə görür. Biri elə bu Qumun bərəkətidir. O ki, Kərimi Əhl-i Beyt deyiblər, onu üləma ad qoyublar. Çünki öplələ gedirlər, nə mən istillə alırlar. Ona deyiblər Kərimədir, nə mən istirıq verir də. Hər kəs ki, əl açıq olsa, ona deyirlər Kərimdir. İmam Həzrəti Məsumədən özdə kiçik adamlar yox, oraya yığışanlar böyük müştəhidlərlə yığışıblar. Yəni İslam aləminin ən böyük şiələri, İmam Zaman naibləri yığışıblar da ora, Qumda Həzrətin dövrəsinə. Onlar deyiblər Kərimi Əhl-i Beytidir. Çünki istədiklərini alıblar. Bir dəfə biz Ərbəyinə yaxın, çox illər qabaqda, indi bu cür Ərbəyin çoxalıb ki, cəmaat bu cür gedirlər. Onda az gedərdilər. Çox illər qabaqdır. Ərbəyinə yaxın qayıdırdıq Kərbəladan. Bu Ərağın ərəbləri məsələn neçə 100 kilometr o yandan elə bu torpaqların içində gedirdilər Kərbəlaya tərəf. Ərbəyinə yaxın günləridir. Biz də avtobusla gedirdik İrana. Hətta o səfərdə yadımdadır ki, mən avtobusda gedəndə gördüm ərəblərin biri uşağın kiçik uşağı qoyub meyvə karobkasına ip bağlayıb çəkir. Elə bir onun məsələn Mercedesidir. Elə o torpaqların üstündə uşağı qoymuşdu, karobkanın içində arxasından çəkir. Yəni bu cür eşqlə. Bizim bir yanımızdan var, dedi ki, bunlar ki, bu cür gedirlər, ildə gedirlər, bir dəfə deyil. Niyə bu cür ildə gedirlər? Çünki ildə ki gedirlər, istədiklərini alırlar, şoqa gəlirlər. Yoxsa bir dəfə, 2 dəfə, 5 dəfə getsə görsə bu fərq eləmədi bilərsiniz də yorular. Çünki onlar kərimdirlər. Adam o istədiyini alanda şoqa gəlir, o da olur kərim. Həzrətə bir-birlə Kərimi Əhl-i Beyt. Çünki bərəkatı var. Onlardan bir bərəkəti bu İnqilab İslamıdır. Yəni adam fikr eləyəndə bu inqilab nə cür vücuda gəldi, üstə bir qısa mən dedim bunu. Əvvəla Həzrət Məsumə salamullah əleyha heç özü Quma gəlmirdi ki, heç Qumda yaşamazdı ki. Həzrət Məsumə Mədinədə olardı. İmam Rıza salamullah əleyhi necə Əhl-i Beyt Mədinədə olardılar. İmam Zamanı zorla məmun, İmam Rızanı zorla məmun götürüb apardı Tusa, indiki Xorasana. O Mədinədə yaşayardılar. Həzrət Məsumə də Mədinədə yaşayardı. Qardaşı İmam Rıza Mədinədən zorla məmunun zoru ilə aparıldı Xorasana. Bu ədəblə dedi durum gedin orada qardaşımı görün. Yoxsa qadın, bir nəfər qadın Mədinə ara, Xorasan ara, neçə min kilometr o zamanın yolları. Gör nə qədər bu ürəkdə maraq var, ürəkdə eşq var. Ki oradan Mədinədən durasan, ya Əli Mədəd, ya Allah gedirəm Xorasana, niyə gedirsən? Qardaşım İmam Rızanı görəm. Yəni bu olmasaydı, Həzrətin ömrü ilə mümkündür Mədinədə olaydı, Mədinədə dünyadan gedəydi də. Mədinədə o qədər Peyğəmbər Əkram sallallahu əleyhin hərəmi var, Əimə-i Bəqi var. Orada da Həzrət Məsumə bir dənə indi Həzrət Zəhranın qəbri tanınmır ki, Həzrət Məsumə orada olsaydı tanınsın. Amma hərəkət elədi Mədinədən ki, gedirəm qardaşım İmam Rızanı görəm, Allah belə iradə elədi ki, gəldi düşdü Quma.
O da qumdan geçmirdi, Savədən geçirdi. Savə ilə qumun 60 kilometr, 70 kilometr arası var. Yani insan, bu şəxs Allah'tan ötürü işlir, nəfsidən ötürü. Tembellikdə özünün tembelliği hesaba koymur. Mən qadınam, mən hardan buradan durumcuyum Xorasana, imamımı ziyaret, kardeşimi ziyaret. Bunları hesaba koymur. Özün deyir ki, mənim lazımdır ki, gedəm imamımı orada vilayətimi tazalıyam, imamımla orada görüş eləyəm. Hərəkət edir. Oradan hərəkət elədi vəzifə əsası ilə. Vəzifə əsası ilə hərəkət edir. Gəlir Savədə başlarına o oyunlar gəlir ki, bəzilər yazıblar, bir tədadda Həzrətin qardaşlarından şəhid olur. Nə olur? Ta qum əhli xəbərdar olurlar, gedirlər oradan götürürlər Savədən. Həzrət Məsumə gətirirlər quma qonaq saxlasınlar. Qumunla duran o qədər arası var. Qumun böyük başları ədəb elədilər ki, biz dözənməruq Musa ibn Cəfərin qızı gələ uzaq yerdən soğuşa gedə, bizim şəhrimizdə qonağımız olmaya. Durdular, getdilər Saviyə, Həzrəti Məsuməni hörmətlə götürülər, gətirdilər quma qonaq saxlasınlar. Gətirməmişdilər ki, orada, bilmirdilər ki, bu dünyasını dəyişəcəkdir. Gətirmişdilər qonaq saxlasınlar, gəl bizə neçə gün qonaq ol, sonra səfərvə davam get Xorasana. Yəni ki, vəzifəyə əməl edirlər də. Həzrəti Məsumə vəzifəsindən əməl elədi, Mədinədən çıxdı. Qum əhli eşitdilər, o Savədən soğuşur gedir, aralarda o qədər olsa, demədilər, baba bizim şəhərə gəlməyib ki, qonaq saxlayaq, başqa şəhərdən soğuşur. Durdular, ədəb elədilər, getdilər, hörmətlə getdilər. Hətta yazıblar, Musa ibn Xəzrəc qumun böyüydü, özü dəvəsindən, Həzrəti Məsumən dəvəsini yapışmışdı, cilonundan gətirdi şəhərə hörmətlə. Hörmətlə getdilər. Allahın pərdə arxasında gör nə müqəddəratı vardı. O, Həzrəti Məsumən də ömrü şərifindən 2 həftə qalır. 16-17 gün qalır. Onlar da heç kəs bilmir ki. Gəldilər orada saxladılar. O da xəstə, bəzi nəqillərə zəhər vermişlər düşmənlər. Hər halda. Qum şəhərində dünyasını dəyişdi, qumda dəfn oldu. İndi bir baxın bərəkətinə. O vaxtdan ki, gəldilər qumda saxladılar. Bu Həzrəti Məsumə sallallahu əleyhi qumda dəfn oldu indiyə qədər. Son nəticəsi ki də indi gözümüzlə görürük, bu İnqilab İslamıdır. İnqilab İslamı qumdan qalxdı da, İnqilab qumdan. Qumdan niyə qalxdı? Çünki qumda hovzə vücuda gəlmişdi. Hovzə yəni dini məktəb. Ən əla Nəcəfdən sonra, onda Nəcəf güclü idi, indi qum Nəcəfdən güclüdür. Yani o zaman ən əla Nəcəfdən sonra ən güclü hovzə 100 il bundan qabaq Şeyx Əbdülkərimin hicrəti ilə qumda təşkil tapdı. O da üstə demişdim, bəzi qardaşlar vasitə, amma vaxtı alam. Şeyx Əbdülkərim Hayriş o da qumda dəyirdi. O da Əraçda idi. Əraç başqa şəhərdir. 120 kilometr qumdan arası var. Gəlmişdi ziyarətə quma, Novruz bayramı. Gəlmişdi ziyarət eləsin, bir gün qayıtsın. Qumun böyük üləma bir yolda onu saxladılar. 1000 il qabaq, 1300 il qabaq Həzrəti Məsumə gətirmişdilər. 100 il bundan qabaqda, 104 il, 5 il bundan qabaqda Şeyx Əbdülkərim Hayri Əraçdan gəlmişdi, ziyarət eləsin, bayram, Novruz bayramında Həzrəti Məsumə ziyarət eləsin, geçsin, qumun böyük üləması, saqqəllər, böyük üləması saxladılar, hara gəlsən, yaxçı gəlmişsən, qal burada elə dərsi burada davam ver, zorla Şeyx Əbdülkərim Hayri saxladılar, Hovzə-i Elmiyə qum təşkil tapdı. Hovzə-i Elmiyə qumun bərəkətlərinə indi baxın, dünyanın hər yerində. Məsələn, bir daha sadə tələbəsi, o Niceriyəli kimdir gəldi, dərs oxudu, indi orada 15 milyon. Şeyx Zakzaki. Məsələn, bir dənə adı da. Ya Yəməndə o, indi Hovsilərin böyüyü. Yox, Yəməni elə deyirəm. Yəməndəki o, nədir, Əbdülkərim də nədir? Hovsuların böyüyü. Əbdülməlik. Seyyid Həsən Nəsrullah, Hizbullah, o əzəmətdə orada Lübnanda hərəkət yola saldılar. Qumda Səddam zamanında Hovza aradan getmişdi. Nəcəfdə vizat yox idi. Səddam zamanı biz gedərdik. Heç zat yoxdu Nəcəfdə. Heç Hovza yox idi. Dağıtmışdılar. Qum qaldı. İndi qumun bir bərəkətləri yayıldı. Bu yana, o yana. Olağın içindən inqilab vücuda gəldi.
İnqilabın da müəssisi İmam Xümeyni, elə o da Şeyx Əbdülkərim ki, ərz elədim, Allah rəhmət eləsin, gəldi Qumda, Qum əhli saxladılar, tələbələri Ərak şəhərində idilər, tələbələri də bir gəldilər, qoşuldular Şeyx Əbdülkərimə, biri onlardan İmam Xümeyni idi, Hacı Ruhullah. O da gəldi, qaldı Qumda. Qum oldu mərkəz, Qumda imam hərəkətin başladı, inqilab qalxdı, birinci şəhidlər Qumdan qalxdı, sonra Təbriz 10-40'ını tutdu. O inqilab, Cumhur-i İslami indi bu eşaqda bərəkət. Çünki Allah qurqunu nəzi qurur. O zaman nə Qum əhli bilirdi Həzrəti Məsumət dünyasını dəyişəcək. Nə bu Qum əhli ki, Şeyx Əbdülkərimi saxladılar, bilirdilər ki, Şeyx Əbdülkərim hovuzə təhsis eləyəcək, İmam Xümeyni çıxacaq. Heç kəs. Yəni Allah qurqunu o ixlasla addım atanda Allah qurqunu elə qurur ki, bərəkətdir, arxasından bərəkətdir. Ona görə Həzrəti Məsumənin istəyəm deyəm ki, göz bərəkatı nə qədərdir. Bir dənə o bərəkəti Mədinədən çıxıb gedirəm qardaşımı ziyarət eləyəm, vəzifəmə əməl eləyəm ki, Allah arxasından buraca indi 1300 ildir, 1200 il nə qədər ildir, arxasından bərəkət gəlir. Allah inşallah bu bərəkəti davam versin və bu qalxmış ələmi inşallah İmam Zaman salamullahi aleyhə təhvil verməyə inşallah bizlərə tövfiq inayət eləsin.